2013-cü ildə Rumıniyanın Seqarseya şəhərində baş verən bu hadisə hələ də insanı heyrətləndirir. Həmin gün 3 yaşlı Gabriel Ruyu həyətlərindəki təxminən 15 metr dərinliyində və cəmi 30 sm enində olan quyuya düşmüşdü. Xilasedicilər uşağa çatmağa çalışırdı, amma quyu o qədər dar idi ki, böyüklərin içəri girməsi demək olar ki, mümkün değildi. Təxminən 2 saat ərzində müxtəlif üsullarla uşağı çıxarmağa çalışdılar, amma vəziyyət getdikcə daha da çətinləşirdi. Məhz həmin anda 14 yaşlı Cristian Marian Becianu əlini qaldıraraq bu təhlükəli işi öz üzərinə götürdü. O, xilasedicilərə özü quyuya girə biləcəyini bildirdi. Ona cəsarətinin olub-olmadığı soruşulanda isə, bəli, cəsarətim var və girəcəyəm cavabını verdi. Cristianın bədəni dar quyudan keçə biləcək qədər arıq idi. Onu kəndirlərlə bağladılar və başı aşağı vəziyyətdə təxminən 15 metr dərinliyə indirdilər. Bu, onun özü üçün də son dərəcə riskli idi, çünki aşağıda nə baş verəcəyini bilmirdi və özü də həmin quyuda köməksiz qala bilərdi. Amma Cristian qorxusuna baxmayaraq aşağı düşdü. Uşağa çatdı, onu qucağına aldı və xilasedicilərin köməyi ilə balaca Gabrieli quyudan çıxardı. Beləliklə, 14 yaşlı bir yeniyetmə 3 yaşlı uşağın həyatını xilas etdi. Amma Cristianın qəhrəmanlığı bununla başlamırdı. Hələ 11 yaşında 2008-ci ildə baş verən avtomobil qəzasında maşında sıxışıb qalan 4 nəfərin xilas edilməsinə kömək etmiş və hadisə barədə 112-yə xəbər vermişdi. Yəni 2013-cü ildəki quyu hadisəsi onun artıq ikinci xilas etmə hadisəsi idi. 2013-cü ildə baş verən bu hadisədən sonra Cristian Ruminiyada geniş şəkildə tanındı və ən cəsur Oltenyalı adına layiq görüldü. Onun göstərdiyi cəsarət dövlət səviyyəsində də qiymətləndirildi. Cristian Ruminiya Fövqəladə Hallar üzrə Baş İnspektorluğunun fəxri emblemi ilə təltif edildi. Bu, onun göstərdiyi qəhrəmanlığın dövlət tərəfindən verilən xüsusi qiyməti idi. Bəzən qəhrəman olmaq üçün nə böyük yaş, nə də xüsusi güc lazımdır. Əsas məsələ ən çətin anda bir addım qabağa çıxmaqdır. 14 yaşlı Cristian da həmin gün məhz bunu etdi. Hamının girməyə qorxduğu quyuya özü düşdü və 3 yaşlı uşağın həyatını xilas etdi.